Heç vaxt bir şey gözləmədən danışmaq lazım deyil və insanlara da kimlərsə xoşun gəlmir deyə şər atmaq da lazım deyil. Əgər mən bir şey deyirəmsə, onu hisslərimə güvənərək deyirəm. Analizlərə görə yox, nəyisə görərək yox. Mən içim son aylar, bir ildən də çoxdur, içim heyecanla doluydu. Gözümə dayanmadan İran bayrağı, İran tərəfi görürdüm və o yüzden özümü burada reklam eləmiş kimi deyirsinizsə ki, Nadim bir şey olanda çıxırsınız ki, mən demişdim, mənim bundan əvvəl verdiyim videoları məni izləyən adamlar bilir. İçində məni izləyənlərin həqiqətən doğru danışan, doğru görənlər də var, amma bir təbəqədə göz götürməyən paxıl adamlar var. Məsəl üçün məni dini cəhətdən qəbul eləməyən tərəflər var. Bu insanlar, mən başa düşürəm, siz də başa düşməlisiniz. Mən kimin üçün həmişə bu proqnozlar vermişəm sizin üçün. Dedim axı sizə, İran vurulacaq. Bu bir başlanğıçdır. Belə hallar olubdur və deyəcəksiniz ki, belə hallar çox olub. Yox, bu artıq o deyil. Bunun arxası artıq çox adam deyir ki, bu videoda bu başladı. Okey, bu başladı. Bugün bunu görüb danışan ekspertləri nə tər ki efirə çıxardırsınızsa, bunu olana qədər aylar, illər bu barədə danışan bir adamdan sizə fayda olar. Efirlər, medialar, əgər sizlərə sərf edirsə doğru hissləri olan, doğru analiz edən adam, niyə o zaman bizim kimi doğru adamı efirlərə çağırıb soruşmursunuz ki, sonra nə gözləyir, nə ola bilər? Biz həm analiz edirik, politoloji, həm hisslərimizi deyirik. Bizim bir üstünlüyümüz var ki, biz hiss sahibiyik, hisslərimiz güclüdür. Və belə analizlərimiz də politoloqlar kimi biz eləyə bilirik. İndi ekstrasens və baxıcı adı mənim üstümə qoyduğu üçün. İndi mənim dediklərimi dini cəhətindən çox adamların dinində siz şeytan yazdığı üçün mənim bu qədər dediyi doğru sözləri, analizləri, proqnozları bir şeytan parçasını yazaraq, başı bağlayaraq, gözü bağlı şəkildə dünyada olan o insanlar, bizim kimi insanlar bir şey deyəndə gözü bağlı şəkildə ölümləri mi doğru getməlidir? Mason oyunları demişdim. Netanyahu, Trump, onu ora gətirənlər, İran prezidentləri, mən düşünürəm ki, bütün bunlar hamısı mənim şəxsi fikrimdir, bu mənim düşüncə. Bir dünyanın idarə etmək mərkəzindən olunur. Ya siz bu efirlərdə çıxır deyirsiniz ki, biri deyir filan yoluna görə belə dalaşır, biri deyir belə əraziyə görə deyir, biri deyir uranium zənginləşdirdiyi üçün dalaşır, biri deyir ki, nə bilim, NATO'ya qoşulduğu üçün dalaşır. NATO'ya qoşulduğu üçün qoşulmaq istəyən Ukrayna dalaşdı. Kim nə qazandı? Güya bunlar görmürdülərmi ki, bu Ukraynalılar, Rusiyalılar başda oturanlar ki, bu savaş biz NATO'ya girmə deyə başlayacaqsa, mən Rusiya hansı halına gələcəm? Öngörücülüyü yox idimi güya politoloqlarda? Hara aparacağını bilmirdi bu işi. Və Zelenski oranı qoyub o qərarları verdirənlər bilirdi. Zelenskinin yerində Poroshenko və ya hər hansı bir Yanukoviç və ya o hansısa bir təcrübəli siyasətçilər onu etməzdi. Rusiya kimi böyük bir gücü ilə savaşa girməzdi. Çünki bilirdi sonuç belə olacağını. Slava Ukrayna deyərək bugün nə qədər orada insan ölüb? Nə əldə etdiniz? Torpaqları mı geri qaytardınız? Yoxsa Rusiya sən nə əldə etdi? Ya bunları bilirsiniz, analizlər çoxdur etsək. Mənə də bunları analiz edib dedikdə insanları bunları xatırladıqca, qulaqlara dedikcə, gözləri açdıqca mənə də bu sözləri, proqnozları açıq şəkildə çatdırdığı üçün yəni nə var ki, mənim bir spişka qədər belə yəni mənim üçün başıma oyun açmağa, öldürməyə, o güclər üçün bir-iki nəfərə nə bilim göndərib qəbula falan da deməyə nə var ki?
üzünə durur. Hər şeyi deyə bilərlər. Bu mason dünya idarə edən təşkilatların gücləri hər yerə çatır. Ya mən bunu balaca dövlətlərin başçılarına, böyük bir dövlətlərin başçılarına, bütün dünyanın, millətinə, hər kəsin ona görə deyirəm ki, biz bir şey başa düşməliyik. Stabil olan bu dövlətlər, bu dünya düzəmi bir şeylər üzərində çözür, qurur, dağıdır. Niyə? Çünki insan çoxdur. Ya 100 nəfərlik yerə sən 150-200 nəfər soxa bilərsənmi? Bu dünyanın o demək deyil ki, insan ayaqlana biləcəyi yerlər çoxdur. Rezervlər aşıbdır. Bunu görən dünya gücləri öz öhdəsinə düşən işi kimi götürərək dünyada insan azaltmağa prosesi gedir. Və ondan ötürü durub birbaş qidalara nəsə qatsın, birbaş dərmanlara nəsin, birbaş birdən-birə getsin, dünyaya hər kəsi belə daq-daq vursun, olmaz. Oca olmaz. Bu şeylər yavaş-yavaş eləyir. Faktlara görə, əsasları ortalığa qoyaraq. Və deməzlər ki, biz insan azaldırıq. Deyirlər ki, biz ölkələr arasında olan problemlərdir də, onun üstündə savaş olur. Yenə də deyirəm, mənim şəxsi fikirlərim, hisslərimdir, analizlərimdir. Dünyada gedən proseslər hal-hazırda mən İranın orada bəzi böyük generalların, vəzifəli şəxslərin öldürməyinə baxmayaraq, Xamneyni onların ən başında duran lider və onun ən yaxın adamları hər şeyin necə gözəl olacağını gözəl bildiyini düşünürəm. Bu mənim şəxsi fikrimdir. Bunu ya pisləmək, ya da yaxşılaşmaq kimi danışmıram. Dünya idarə edən güclər və özlərinin böyük dövlətin başına gətirən adamlar çox gözəl bilir ki, dünyanı hansı şəkildə, hansı senaryoları necə ciza-ciza istəyinə çatmalıdır. Biz nə edəyək? Hər kəsi düşünmək, nə edəyək? Heç nə. Şuurumuz, gözümüz, qulağımız varsa, nə edəyək? O qoyunlar öz yiyəsinə bizə Allah kimi baxdığı üçün biz də gözə görünməyən bir gücə Allah kimi baxmalı deyilik. Bizim millətimizi istəyən liderlərimizə sığınaraq, onların dediyinə hamı bir yerdə olaraq, gücü bir yerdə toparlayaraq hərəkət etməliyik. Hərə içində bölüşən fikirlər, çaxanaşmaya meyl edən şeylər olsa, bütün dünya üçün, bütün dünya ölkələr üçün bu yaxşı olmayacaq. Nətər ki, bugün Amerika daxilində bu proseslər yaşanıb, Rusiyada bunu yaratmağa çalışan güclər olub vaxtilə. Rusiyanın bir şey yaxşıdır ki, Rusiya cəmaatı nə qədər, nə də olsa Putinin yanında bu savaşda yer alaraq, bir nöqtə cəhətindən fikir söyləyirlər çoxları. Amma bir şey də var ki, Putin özü düz eləyibmi, eləməyibmi, o mənim işim deyil artıq. O, Putinin yəqin bir biləcəyi var. Amma Ukraynanın gördüyü iş məncə düzgün olmuyor. Çünki bu Ukraynanın prezidenti masonlar tərəfindən gətirib orada qoyduğu düşüncəsindəyəm. Və ona tırqa verənlər də bunu görmək istəyirdilər. Və bugünkü gün İranın da üzərinə İsraili göndərən analizlər, bu, daxilindən, dərindən düşünsə, mənə elə gəlir ki, o prezident, o böyüklərin hamının bir-birinə mənə elə gəlir ki, qəşəngdə araları var. Sadəcə bir özlərinə, ailələrinə ziyan dəyməyən bir gözəl senaryo çizirlər. Dünya savaşı gətirmək, insan nüfusunu azaltmaq, texnologiyaları çözmək, bulmaq, bicləşmiş, oxumuş, ziyalaşmış insanları sıfırlandırmaq, təzə era yaratmaq və ağılları özlərindən əksik artıq olan insanlarını çoxunu saxlamamaq, bəziləri də varsa öz ələ altılarını saxlamaq. Bunu bütün dünyada hər zaman deyilibdir. Bəzilər bu sözlərə inanıb, bəzilər də inanmayıb. O yüzdən mən bu yaxın günlərdə ayın 11-i hətta tarixi savaş deyəndə mənə retki gəlir də, belə həmişə olmur. Nətər ki 44 gün olanda 45 gün savaş demişdim. 44 gündə bitdi. Yadındadır mənə izləyən kəslərin, yadında olanları yazsın. O gündə də mən dedim ki, bu ilin, bu ayın, bu 11-ində savaş gözlənilir. Var bu video bu kanalımda və bu da bir gündə keçmədi.
gerçekleşti. Allah korusun, ne diyeceğim.